Salam dostlar, biz bugün sizlərlə bir yerdə bir dənə təcrübə yerinə yetirəcəyik. Bu təcrübəmizdə nə olacaq? Deməli, təcrübəmiz bir çox ləvazimatdan asılıdır. Bunlar hansı ləvazimatlarımızdır? Gördüyünüz kimi əlimizdə sirkə, qap şampunu, su, çaşka, rumka, bir dənə soda, bir dənə də qaşıq, bir dənə də boya mövcuddur. Bir də fırçamız var. Bunları biz nə edəcəyik? Biz indi bir dənə xüsusi vulkan düzəltməyə çalışacağıq. Biz bunu necə yerinə yetiririk? Birinci növbədə suyu çox az qatacağıq. Bunu eləməmişdən əvvəl rumkamızı götürürük. Rumkamıza çox azcana suyumuzu əlavə edirik. Çox, amma çox az. Çox az bunu elədikdən sonra bunu qoyduqdan sonra bunu ısladırıq. Islatdıqdan sonra biz buradan qırmızı bir dənə boyamız var. Bu qırmızı boyadan fırçamıza sürtürük. Sürtdükdən sonra biz bunu suya salırıq. Suyumuz qırmızı oldu və bunu altına boşqa qoyuruq. İçərisinə bir saniyə zəhmət olmazsa düz stolumuzu qoyun. Ondan sonra içərisinə biz suyumuzun qapağını bağlayaq. Qap şampunu əlavə edəcəyik. Amma çox azcıq, bir damla falan bəsdir. Digər soda və sirkə. Bunlar içində təpilməyə və fış deyə bir partlama yerinə yetiriləcək və biz buradan çox azcana sodamız əlavə olunur. Sirkə və üzərindən soda. Sirkəmizi doldururuq. Doldurduqdan sonra üzərinə soda və gördüyünüz kimi vulkan əmələ gəlir. Və artıq bu bizdə vulkanın necə əmələ gəldiyidir. Gördüyünüz kimi çox gözəl bir görüntü əldə elədik.